Salam. Bu günlər mən zoğal mürəbbəsi bişirdim. Bildiyimiz kimi zoğal mürəbbəsinin faydalarını saymaqla bitməz. Qışda, payızda ümumiyyətlə soyuq dəymə falan olan zaman zoğal mürəbbəsi xeyri çox böyük olur. Deməli, mən 1 kilo zoğal aldım, zoğalı yudum, təmizlədim. 1 kilo zoğala 1 kilo şəkər tozu deməli getdi. Mən adətən evdə belə görmüşəm. Mürəbbəni şərbət hazırlayıb, sonra isə zoğalı üzərinə əlavə edirik. Belə olanda zoğallar əzilmir, daha təbii qalır, daha vitaminli qalır. Ona görə ilk öncə elə əlavə edirik. Hardasa bir 10 dəqiqə falan biraz gürxodda bişir. Altını söndürürük. Hardasa 4-5 saat şirəni tam canına çəkdikdən sonra ikinci dəfə bişirməyə qoyuruq. Hardasa yarım saat bamxodda nəzarət eləyək ki, köpüyü daşmasın. Diqqət eləmək lazımdır. Bir də dediyim kimi çalışmaq lazımdır ki, zoğal əzilməsin. Deməli, 1 kilo zoğaldan 2 banka məndə 450 qramlıq zoğal mürəbbəsi alındı. Hazırlayıb bişirəcək olanlara nuş olsun. Allah hər kəsə bol ruzu, halal nemət nəsib eləsin.